Ağa dedi ki, səhabələrim, siz çox vəfalısınız. Amma bunlar məni öldürmək istəyir. Sizdən beyətimi götürmüşəm, gedüz. Çox uzun söhbətdir, qısa danışır. Gecənin qaranlığıdır, gedüz. Qısa nə cavab verdilər? Cavab, fəqəbbəhəllahul ayşə bə'dək. Bizdə deyərlər, Allah kəssin səndən sonra yaşayışı. Səndən sonra yaşayış nəyimizə lazımdır Hüseyin? Müslümin qardaşları, Həzrəti Əbülfəz, əmoğlanları, səhabələr hamı bu sözü dedi. Züheyr, Müslüm ibn Usəcə biri dedi ki, mən razıyam 70 dəfə məni öldürüb, dirildələr, doğrayalar, qınızlarla yandıralar, yenə mən səndən ayrılmaram. 1000 dəfə Züheyr dedi ki, hazıram məni öldürsünlər, dirilsinlər. Ayrılmaram. Burada bir məsələ var. Bunları nə cəzb eləmişdi? O can şirin şeydir. Həyat şirindir. Ailə var, uşağı var, obyekt var, maşın var. Elədir. Nə olmuşdu bunlara? Bunlar nə tapmışdılar, biz tapa bilmirik. Bunlar nə tapmışdılar ki, biz zamanəmizin Hüseyni üçün onu eləyə bilmirik. Qalıb tək, deyir, haçan düzələrsiniz gələrəm. Düzəlün, gəlim sizə Hüseynin istədiyi ədalətli hakimiyyəti qurumda. Düzəlüz, gəlim zamanənin Yəzidlərin burnun sürtüm yerə də. Düzəlüz, gəlim onları xar, zəlil eləyim də. Axı, niyə düzəlmirsiniz?